Yeni bir günden herkese selamlar. Videoma, kanalıma hoş gelmişsiniz. Kızlar geldim azatlığa, ev eşiği yığıştırdım, temizledim. Geldim azatlığa. Oğlumun stəkanını o gün salıb sındırıb salmadım. Düzgərək moykuya çırpdım, sındırdım. Yakamakada qəşəng çaşkalar gətirmişdilər. Görüm qalıbdırsa bir dənə oradan ona çaşka götürüm. Bir ki alacağım şey var. Deyəcəksiniz Dalbada 1 manatlıq mağaza. Amma mən o birisi videonu 4-cü gün çəkmişdim. Hal-hazırda 1-ci gündə. Çox yəqin ki çəkmirəm içərini. Gedim görüm axtardıqlarımı tapıram. Bu oyuncağı da görmüşdüm kanallarında, TikTokda. Dedim bir dənə götürüm bundan. Mama həmişə deyir ki bundan sənin var idi. Xadilkada olanda gedib gəlib bunu uçurdurdum. Bu da qalxırdı. Dedim bir dənə Banu üçün bundan götürüm. Rənginə qərar verə bilmirdim. Axırda narıncı rəngini götürdüm deyəsən, hə. İçərini demişdim çəkməyəcəm, amma bura digər otağıdır. Qızlar, güllərin gözəlliyinə baxın. Sarı-sarı qəşəng görünürdülər. Belə tünd rənglər də var, amma sarı xoşuma gəldi. Nəsə belə oyuncaq kimi bir şey var. Baş açmadım həmişəki kimi bu nədir? Çox yəqin ki yenə sizlərdən bilənlər var nədir? Belə qəşəng hədiyyə paketləri var idi. Daha doğrusu paketlər var idi. Qırmızının çox gözəl tonuydu. Bu arada nə görürsünüz 1 manatdır. Bunu lap əlimə götürəndə xatirə dəftərim yadıma düşdü. Bizim dövrümüzdə modda idi. Hamı xatirə ya da ki nəğmə dəftəri tuturdu. Dəftərimizdə bu şəkillərlə dolu idi. Yadımdadır, mən ən çox Şahrukh Xanın şəkillərini vururdum. Bu dövrdə ən çox sevdiyim aktyor o idi. Burada da slaymlar var, dəftərlər var, cürbəcür ruçkalar var. Gördüyünüz kimi bura şakamakanın digər tərəfidir. Əsas tərəflər o biri tərəflərdir. Belə paketlər də var, amma bilmədim bunlar neçədir. Yəqin ki bunların ikisi 1 manat olar, çünki ölçüləri balacadır. Yeni əşyalar gəlmişdi. Keçdim bu tərəfdə çəkməyə. Gördüyünüz kimi süngərlər var. 2 dənəli ürək formalı qabın içərisində hədiyyələrin içərisinə tökmək üçün zərrər var 1 manata. Xına üçün belə bəzəklər var. Yapışdırırsınız, üzərini xınalayırsınız. Qopardanda ancaq deşiklərdən içəridə qalan xınalar olur. Hər səfərində təzə nələrsə gəlir, həm də bəzən elə bir şeylər olur. Məsəl üçün bunlar, bu ağ yoxdur. Bax bunlar çox gözəl idi. 1 manata, yəni bunu başqa mağazada tapmaq mümkün deyil. Materialı super idi qızlar bunların. Balacası var, böyüyü var. Kosmetikadır. Kosmetika qoymaq üçün. Yəni belə material parça super bir şey idi. Çox xoşuma gəldi. Düzdür, məndə evdə qarası var. İnansız özümü zorla saxladım ki götürməyim. Yəni super idi. Materialı da belə nə bilim adam əlini vuranda baxırdı ki qəşəng bir şeydi də. Ona görə bunları dedim çəkim sizlərlə paylaşım. Başqa mağazalarda 3 manatdan aşağı yoxdur da bunların heç biri. Ona görə dedim çəkim siz də yararlanın. Mənim aldığım vlogları çəkdiyim podstavka. Baxın qızlar, vlogları həmişə bundan çəkirəm. Açdıqca da ekran biraz qaralıbdır. Biraz da qaldırıb endirmək olur. Roz rəngidir, məndə qara rəngi var. Bunun da rənginə az qalsın aldanıb alırdım. Belə bir dovşan var idi, amma bərk idi deyə götürmədim. İçərisində işığı yanır, bu da qəşəng görünürdü. Lazım olanları götürdüm. Fincan tapa bilmədim. Cicili-micili var idi, amma ki balaca idi ölçüsü. Yəni balaca fincan idi. Lap mənim oğlum böyükləri xoşlayır, istəyir böyük olsun. Biraz göyərti götürdüm azatlıqdan. Turp götürdüm. Bir dənəsi 20 qəpiyə. Turplar götürdüm. Biraz kişmiş şüyüt götürdüm. Azatlıqda bir saata yaxın gəzdim, amma çəkmədim qızlar. Hər səfər gedəndə çəkib sizi də bezdirmək istəmirəm. Onları götürdüm. Tort ləvazimatlarına getmişdim. Təzə çəkmişdim deyə oranı da çəkmədim. Azatlıqda marşrutun içərisinə girib 1 manata satırlar. Lavaşlar bir dənə bundan götürdüm. Uşaqlara dedim kotletli belə yemirlər. Dedim onun arasında eləyərəm salatla. Onda yeyirlər. Ət götürdüm.
Sümüklərini ayırtdırdım. Çəkiləsi ətlərdə çəkdirdim. Mənim maşınım yaxşı çəkmir deyə həmişə çalışıram. Yəni xoşum gələn yer olanda çalışıram çəkdirim. Qızlar, belə muncuq götürdüm. Qutuda bu qədəri 2 manat idi. Xanıma dedim, mən çəki ilə istəyirəm. Manat yarımlıq istəyirəm. 2 manatlıq çoxdur. İnansız 2 manatlıq tökdü. 1 manat 60 qəpik gəldi. O ki qala qutunun içərisinə qoymuşdular. 2 manat idi. Yenə həmişəki kimi bu şantidən götürdüm. Bulu Beya şantisindən. Bunun da qiyməti 9 manat 70 qəpik idi. Bu arada xanımlar, muncuğun 1 kilosu 40 manatdır. Belə şeyin içərisinə qoyub satanda hardasa 60 qəpikliyi deyim, 70 qəpikliyi 1 manata satırlar. Bu da oğluma fincan götürdüm. 1 manatlıq yerdə olmadı. Azadlıqda obaya girdim. Yaşlı rəngdir, burada bilinmir. Obaya girdim, obadan götürdüm 2 manat 50 qəpiyə endirimdə idi. Özü də bircə dənə idi belə. Oğlan üçün olanda sadəsi belə deyim. Var idi güllüləri. Bir dənə bunu götürdüm binanın altındakı obadan. Balaca bir yerdi. Bir dənə çöp götürdüm. Qızlar, fikir verirəm ki, əvvəl bu çöplərin içində 50 dənə olurdu. İnansız eləmə tənbəllik oturdum saydım. 100 dənə olurdu, əstəğfurullah. Oturdum saydım 58 dənə çıxdı. Deyəsən bunun da içərisini azaldıblar. Bir dənə bu kukladan götürdüm. Yıxılmayan kukladan. Bunu da biraz çirklidir. Elə açdım, buradaca güdüm ki, uşağa verəndə çirkli olmasın. Yəni tozlu olmasın. Altı nəsə tozlu idi. Belə azadlıqdan aldıqlarım bunlar oldu. Əsasda şantiyə görə getmişdim. Çünki məndə evdə nə vaxt şanti olmursa, inansız təcili sifariş gəlir. Yəni qalıram belə, nə eləyim, necə eləyim. Ona görə dedim, hələ ki sifariş gəlməyib. Daha doğrusu digər şantimin içərisində qutarmayıb. Gedim götürüm bir dənəsini. Bir pis vəziyyətdə qalmayım. Aldıqlarımı yığışdırdım. Dəzgahın üstünü sildim. Uzunsov belə nazik kotletlər elədim. Lavaşların içərisinə. Çünki uşaqlar tək kotlet olanda xoşlamır. Soğan doğradım. Pomidor, xiyar, mayonez, ketçup sıxdım. Belə bu şəkildə başlarını aldatdım. Necə deyərlər, inansız belə adil, yəni tək qoyanda ya püre ilə, ya qızartma ilə kotleti qızım yemir. Amma belə eləyəndə bir bəhbəhlə yeyirlər ki, elə bil içərisindəki başqa şey olur. Belə bükdüm. Bunu da qoydum tavaya, biraz quru tavaya, yəni içərisində yağı qalmışdı. Onu elə üzərlərinə tökdüm kotletin. Yağsız tavaya qoydum, biraz da isitdim. Fətirlər biraz qızardı, lavaşlar. Elə verdim uşaqlara, bir bəhbəhlə yedilər. Yəni kotlet yeməyən uşaqlarınız varsa, siz də bu şəkildə hazırlaya bilərsiniz. Elə lavaşı ağlımda tutmuşdum ki, alım evə gedəndə tez tələsik günorta yeməyi yox idi. Belə hazırlayım, uşaqlar yesin. Çünki ikisi də məktəbdən gələsi idi. Gəliblər, gözləyirlər ki, mən hazırlayım, bunu yesinlər. Hazırladım bu şəkildə. Qəşəng də dadlı idi, yəni. Axşama yoldaşıma hazırlamamışdım. Axşama biraz qalmışdı. Qaynanam hamısını yeyə bilmədi, yarısı qalmışdı. Qəşəng şey idi ki, deyir bu. Bunun içərisində nə var? Deyirəm, uşaqların başına allatmışam. Sadəcə kotlet, bir də ki, salatda da adi. Pomidor, xiyar, soğan, biraz duz tökdüm. Biraz da kotletin yağından tökdüm. Lavaşın üzərinə bu şəkildə hazırladım. Sizə də fikir olsun deyə çəkdim, paylaşdım ki, yeməyən uşaqları bu şəkildə yedizdirmək olur. Yalançı şaurmalarımız hazırdır. Bisküvitin gözəlliyinə baxın. 6 yumurta vurdum. O birisi də şişib. Burada görünmür. 19 santimetrdə 2 dənə tökdüm. Çünki tortumuz nazik uzundur. Üstünə də bir dənə mişqası var. Dedim, qəşəng nazik hündür tort olsun. Əvvəl 5 yerə bölürdüm. 22 santimetrdə vurub. İndi 19'da vurdum. 6 yerə böləcəm. Hər bisküviti 3 yerə daha hündür tort olsun deyə. 9 qəpiklikdən payıma düşəni götürdüm. İntihası içində bir dənə qırıq qoyublar. 9 qəpiklikdən. Qəşəng yumurtalardır. Bax, yekə-yekə. Biri 9 qəpikdir. Biraz alça.
dənə şəkil, bir korobka 2 manat 20 qəpiklikdə şəkər xəmiri, Vizyonun şəkər xəmiri. Axşam yeməyini hazırlamışam. Sabah üçün dedim dolma püküm qoyum. Öz həyətimizdən yığdım yenə yarpaqları. Dibinə də biraz qoydum. Burada göyərtilər var. Dolmaya doğradım. Ətləri belə ayırdım. Dolma üçün ayrı qoydum. Bunları da belə dedim başqa salafanlara qoyum. Az-az. Lazım olar bir dənəsini. Çox lazım olar 2 dənəsini belə çıxardıb işlədərəm. Axşam yeməyim hazırdır. Kotlet eləmişəm. Yanında püresi var. Tortu qoydum. Çalındı. Biskvitlərim pişib. Çəkmişdim sizə biskvitləri. Qoydum, onlar soysun. Dolmanı büküm. Sonra tortu hazırlayıb yığmalıyam. Şokoladlı, şokolad soslu tortumuz var. Bu da təkərli alınmır. Onu yığmalıyam. Dolmanı bükməliyəm. Əsas çətin olan dolmadır. Yəni dolmanı büksəydim, elə bilərdim. Heç bir dərdim yoxdur. Tort da son anda gəldi. Sabah üçün istəyirlər. Buralarda gətirib silərəm işimi qutarandan sonra. Sadə, gözəl bir tortdur. Bunda duzun istotunu töküm ilə əlimdə əzəkən varkən qarışdırım. Üzərində də bir dənə aycığı var. Görüm, imkan olsa aycığı çəkib sizinlə paylaşacağım. Çox yəqin ki, yenə gecə qalacaq mənim aycığı düzəltməyim. Elə də olanda çəkib paylaşa bilmirəm. İnansız qızlar, çəkməyəndə məsəl üçün 1 saata düzəldirəmsə, çəkəndə 2 saat yarım çəkir belə. Ona görə elə vaxt olur, çəkə bilmirəm. Keçim işlərimi həll eləməyə bunu yoğurum. Dolmaları büküm. İnci hələ hazırlıqdadır, gəlməyib. Yoldaşım da gəlməyib, göy guruldayır. Yağış yağacaq deyəsən. Yaz yağışı. Dünən yağdı, dayandı, yağdı, dayandı, az-az. Səhər də həmçinin. İşte paltarlarım var. Bəlkə gedim paltarları gətirim, sonra başlayayım dolmaya. Çünki quruyub onlar. Gedim paltarları götürüm, sonra gəlim dolmaya. Dediyim kimi bu sabahınkıdır. Yeməyim var deyə rahatam. Dedim paltarları yığım, su olmasın. Yağış suyu dəyəndə çox pis iyi gəlir. Sonra davam edək işlərimizə. Qızlar, aycıq düzəldirəm. İçərisinə şəkər xəmirinin taylus qatdım. Un kimi bir şeydir. Belə tort ləvazimatlarında satılır. Bir dənə belə bir gövdə düzəltdim. Yumruladım gövdədən böyük. Bu animasyon üstündə getdiyinə görə başları həmişə bədənlərindən yekə olur. Hətta biraz da artırmaq olar başını. Ayağına keçdim. Dırnaqlarım da hamısı qəhvəyi. Buna fikir verməyin, onun rəngidir. Şəkər xəmiri. Bir də qızlar sizə nə göstərim? Vizyonun şəkər xəmirini aldım. Baxıram ki, digər şəkər xəmirinə nisbətən rəngi sarıdır, həm də çox yumuşaqdır. Bunu yayda heç istifadə eləmək olmaz. Baxın, saqqız kimi də damlarına yapışır. Burada əvvəlki var. Belə baxanda görə bilərsiniz rəngini. Görünürmü? Hə, biri ağdır, biri sarıdır. Heç xoşum gəlmədi. Çox yumuşaqdır. Yayda da vapşi saqqız kimi adamın əlindən qopmaz. Satıcı deyir ki, deyirəm ki, bu təzədir, bu şəkər xəmiri. Deyir, hə, superdir, bu super. Təzə gəlib, hamı bundan istəyir. Amma ki, yəni, nə bilim, mənim xoşuma gəlmədi. Bəlkə də kiminsə xoşuna gələ bilər. Amma mənim xoşuma gəlmədi. Bunu da, baxın, belə biraz ortasını nazildirik. Bu bir ayağı. Səhv elədim.
Bu bir ayağı. Tabii burada çalışmak lazımdır. Ayakların ikisi de eyni ölçüde olsun. Məndə bir combul nazik oldu. Ayırırıq. Tez bu combulu biraz balacalaşdırırıq. Xanımları videonu tezləşdirdim burada. Çünki biraz əyri alınır. Ondan sonra gərək şəkər xəmirini yenidən yoğurasan. Üzərində izləri qalmaya, yenidən işləyəsən. Ona görə belə tezləşdirdim. Yenə ayaqlardakı kimi uzun sov şəkər xəmiri hazırladım. Onu da ortadan kəsdim. Yumru bir şəkər xəmiri elədim. Onu da tən ortadan kəsib uclarını belə büzdüm. Onlar qulaqları oldu. Biraz açıq rəngdə, ağ rəngdən qarışdırıb qəhvəyi rəngi açıq rəngdə aldım. Burnunun altı, bir də ayaqlarının altı üçün açıq rəng lazımdır. Başına da yenə biraz şəkər xəmiri əlavə elədim. Başı bədənindən nə qədər böyük olsa, o qədər sevimli görünür. Baxın, artırdım. Qəşəng, yəni görünüşü daha şirin oldu ayının. Burada da burnunu düzəldirəm bu şəkildə. Burnunun altlığını, daha doğrusu gözlərini koydum. Sonra baxdım ki, gözlərini yaxın qoymuşam. Gözləri götürdüm. Biraz şəkər xəmirini balacalaşdırdım. Yəni balaca qoydum. Həm də kənarlardan qoydum gözlərini. Axırda göstərəcəm. Açdığım o xəmirdən belə buranı da çox sulamışam. Belə qoydum. Gözlərini biraz kənara çəkdim. Nə balaca 3 bucaq bura, bıçaqla da burasını belə kəsdim. Baxın, oxşadı sanki biraz. Bunu da bunun üzərinə, yuxarıya qulaqlarını, başında da bir dənə balaca tacı var. Bunları da qoyum, çünki şəkilə baxa-baxa eləyirəm. Baxıram ki, oxşadım, başqa da telefon yoxdur. Ona görə tam çəkə bilmirəm. Ortasına bir dənə şiş çöp taxacam. Başını bunun üzərinə elə sabitləyəcəm. Buralarını da su ilə yapışdıracam. Balaca da bir dənə tacı var başında. Görüm onu necə eləyirəm. Bu da bizim ayıcığımız. Bu arada xanımlar, onu da deyim ki, üzərində mişka olan tortlara əlavə pul alıram. Məsəl üçün, bu mişka üçün, bu ayıcıq üçün əlavə 5 manat pul demişəm. Çünki neçə saat mən belim ağrıya-ağrıya bunu hazırlayıram. İndi bu hasant ayıcıqdır da, çətinlər olanda 7 manat, nə bilim. Gerçi elə istəyən olmur. İndi bu uşağımızın 1 yaşı tamam olur. Tortun üstündə də bir dənə ancaq bu mişkası var, bir də bir rəqəm var. 5 tort olacaq. Demək olar ki, mişka ilə qurtardım. Qızlar, bunu da yaydım, belə bıçaqla kəsdim. Arxasını da yenə su ilə birləşdirdim. Belə bu şəkildə mişkamız hazırdır. Sizcə necə alınır? Biraz da şirin oldu elə bil. Arxaya da fikir verin, hamısı şəkər xəmiridir. Şəkər xəmirlərini də, onu da deyim, gördüyünüz kimi belə bir kutuda saxlayıram. Şkafın sürmasına qoyuram. Başqa da arada bir xanımlar soruşurdu.
soyuducudan saxlayırsınız, necə saxlayırsınız. Sadəcə şkafda bir keçib bağlı telefon olsun belə. İndi mənə mavi rəng lazımdır. Baxın. Mavidən seçəcəyəm. Mavi rəng lazımdır. Bunu da içərisinə yenə tarif atın. Yenə yağış yağır. Bir rəqəmini də kəsin. Bir rəqəmini də qızlar. Prosto yayı belə kəsəcəm əlimlə. Çünki böyük bir rəqəmdir. Onun qəlbi yoxdur. İstəsəz telefon ekranında Google'dan ya Pinterest'dən bir yazıb ekrana gələn birinin üzərində də kəsib, çəkib kağıza ekran şəkili götürüb əlinizdən çəkib belə yaza bilərsiniz. Keçdim tortun bəzənməyinə. Çıxartdım soyuducudan tortu. Qızlar, bu üstü həm biraz əyrilik var idi. Onu düzləşdirdim. Baxın. Həm də bu kənarları qırağa çıxırdı. Bıçaqla onları belə yan tuttum, götürdüm də, belə deyim, hamısını. Hətta baxın, burada biraz artıqlıq qalıb. Götürə bilsəm. Belə. Bunları götürməyəndə sonradan tortda çıxıntılar əmələ gəlir. Sıvayacağım alətlər bunlardır. Bunlardan istifadə edirəm. Bir dənə belə təmiz dəsmal qoymuşam. Bunu da istadıb qoydum ki, alətləri təmizləyim. Alət təmiz olmayanda sıvama aləti heç cürə yəni düz sıvamaq olmur. Bu da kremimiz. Mavi krem saldım. Belə. İndi bunu sıvayım. Son halını sizə də göstərərəm. Krem yumuşalmamış. Tortu sıvadım. Hazırdır tortumuz. Sütlü jeli var. Əvvəl bunu açmışdım biraz su ilə. İndi bunu doldurup tortun həm üstün jelildi, həm də yanlarından axıntıları var. İndi bunu bir salafana doldurup o axıntıları verəcəm. Yəni həm üstünü, həm kənarlarını jeliləyəcəm. Tortumuzun son halı belə oldu. Çox gözəl, sevimli bir ayıcığımız oldu. Bir rəqəmi kəsdim, hazırladım. Yenə həmişəki kimi parıltımız öz yerindədir. Üzərini də jelilədim. Çəkmişdim onu da sizə. Belə qızlar, 6 yumurtadan hazırladım. 19 santimetrdə 2 dənə biskvit. Tortumuz 2 kilo 500 qram oldu. Üzərinin jelisi ağırlıq verir istər-istəməz. Sizcə necə alınıb tortumuz? Fikirlərinizi yazmağı unutmayın. Hələlik sağ olun, sağlıqla qalın.